Salam, hər vaxt Türkiyə kanal izləyicilərimiz. Deməli, dostlar, mən sizi Hövsanda Abidədən 4 dəqiqəlik piyada məsafədə 2 sot yarım torpaq sahəsinin içində 3 otaqlı belə bir üz görünüşü olan həyət evi ilə tanış edilməyə gəlmişəm. Dostlar, gördüyünüz bu tikintidə istifadə edilən materiallar hamısı orijinaldır. Ev sahibi bu evi şəxsən özü tikdirib, özü üçün tikib. Gördüyünüz var, bu evin qırağında da, buradakı kabançiklərdə, yəni plitə deyil, bir-bir quraşdırılıb bura, görürsünüz. Yaxından baxın. Yəni, keyfiyyətini demək istəyirəm evin üstə. Evimizin tam metrlə üzlənilib həyəti, həyətə 1-2 maşın arda daxil ola bilər. Evimizin kanalizasiya sistemi şambodur. Ancaq şambo çox dərin qazınıb. İndi almaq istəyən alıcı gəlsə, yerində mən hər şey xırdalıqları aydınlıq verəcəm ona. Görürsünüz, bu qabağında inşa edilmiş yay balkonudur, belə deyək. Çox qəşəng. Çox qəşəng evdir. Gördüyünüz kimi, mən sözümü deyirəm, üstündə də deyərəm. Gəlib alıcı, gəlib yerində baxa bilər. Qazı suyu işığı daimidir. Xüsusən suyu daimidir. Burada evin arxasında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı inşa edilib. Hər ehtimala qarşı 2 dənə çəni var, su çəni. Hidrofon var, istilik sistemi kombidir, meyvə ağacları var. Hələlik həyətdən gedir söhbət. Bu da ikinci bir çəndir. Evimiz 3 daş kürsülüdür. Daxil olur evimizə. Yenə qeyd edirəm, evimiz çox mükəmməl tikilib. Salamünaleyküm. Deməli dostlar, qeyd edildiyim kimi evimiz 3 otaqdan ibarətdir. Burada belə bir koridoru var evimizin. İndi axırda çıxanda buna da çəkəcəm. Burada da mətbəx var, mini mətbəx. Daxil olur evimizə. Gördüyünüz bu evdəki əşyalar, yəni alıcının istəyi ilə qala bilər. Yəni pul müqabilində. Bu evimizin aboydu, gördüyünüz kimi məxmər aboya oxşayır. Belə bir aboydur. Evimizin polu laminatdır. Evimizin bu mətbəxidir. Başlayaq mətbəxdən. Mətbəx mebeli qalır. Bu aksiyomudur. Ancaq gördüyünüz bu əşyalar var ha. Hamısı alıcının istəyi ilə qala bilər. Evimiz çox qəşəng dizayn olunub. Yəni otaqlara ayrı-ayrılıqda aboyları diqqət eləyin. Evimizin bu koridoru, sanitar qovşağı, bir də mətbəxinin polu isti poldur. Evimizin istilik sistemi kombidir, yenə qeyd edeyim. Bu evimizin hamam otağıdır, sanitar qovşağı deyək, belə atelin tuş kabinası. Asma tavan, yəni bir-bir deyirəm bunları. Bu evimizin bir yataq otağıdır. Buyurun, baxın. Gördüyünüz əşyalar, yenə qeyd edirəm, alıcının istəyi ilə qala bilər. Bu ikinci bir yataq otağıdır. Dostlar, bura isə evimizin qonaq otağıdır. Buyurun, baxın. Yəni, mən yenə deyirəm, sözüm üstündə deyərəm. Evə, tikilişinə, yaraşığına söz yoxdur. Buyurun, baxın. Maşallah, maşallah. Çox qəşəng evdir. Nə qaldı? Demək, evimizin istilik sistemi kombidir.
evimizin sənədi bələdiyyə sənədidir. Yəni propiska yolu ilə propiskaya düşmək olur evimizə. Sonra da çıxarışa gedir evimiz. Dostlar, deməli buradakı mətbəxi də söz vermişdim sizə göstəreyim. Burada da balaca bir mətbəx var. Buyurun baxın. Yəni evdə 2 xalcelnik, yəni kondisioner, nə bilim. Dostlar, ev yeysinin şərti belədir. Deməli, evimizə 155.000 AZN deyilir. Real alıcı indirim olacaq. O ki qaldı evdə olan əşyalara, onu yerində danışıb qiymətləşmək olar. Bu arada kanalımıza abunə olmağı unutmayın ki, yeni çıxan videolarla ən birinci siz tanış olursunuz. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Mülkiyyət çıxarışdan torpaq sahələrimiz var. Bir də sənaye, rabitə və qeyri. Bir də kənd təsərrüfatı təyinatlı torpaqlarımız var. Hektarlarla gəlin alın. Bu evi alan uduzmaz. Gəlin alın. Allah xeyir versin. Toy eləyin, nişan eləyin. Allah alana da xeyir versin, satana da. Sağ olun.